Tez kişiler değiller, doktor manda prostatit var. Hususiyle prostat vazinin ultrases muayenesinden sonra. Çok vaxt hekimler prostat vazisinde sertleşme sahaları kalsinatı görəndə dərhal prostatit diagnozu qoyurlar ve bu diagnoz kişide ömürlük bir damga kimi qalır. 25 yaştan yukarı kişilerde tam normal prostat vazi tapmak bazen çetin olur. Bunu size bir ultrases hekimi kim deyirəm. Prostatit nedir? Bu prostat vazisinin iltihabıdır. İki forması var, keskin ve kroniki. Keskin prostatit ve kroniki prostatitin keskinleşmesi zamanı ağrılı tez sidiye çıkmak çetin ve zayıf sidik axınla ve 38'den yüksek hararet müşahidə olunur. Kroniki prostatit ise sakit dövrlərdə özünü çok göstermir. Ama bazı alamatı olabilir. Mesela tez çetinlikle ve zayıf axınla sidiye çıkma bazı hallarda ona göre geceler uyanırlar. Arada bir küt ağrılar kasıtnayesinde cinsi zayıflık. Lakin bu alamatlar diğer xəstəliklərdə də ola bilər. Ona göre de yalnız alamatlara bakarak diagnoz koymak düzgün değil. Kompleks yanaşma lazımdır. Keskin prostatit diagnozu ilkin mərhələdə xəstənin şikayətlərinə, ümumi qan və sidik analizi nəticələrinə əsasən qoyulur. Zaruri hallarda cinsi ilə keçən infeksiyaların yoxlanması, əlavə olaraq əgər ehtiyac varsa ultrases aparılır. Kroniki prostatit gəldikdə yuxarıdakılar əlavə olaraq sidiyin, prostat vazinin sekresiyasının və ya spermanın mikroskopiyası və ekilməsi. Lakin xəstənin yaşına və yanaşı xəstəliklərə əsasən digər müayinələrə ehtiyac ola bilər. Müalicə: keskin prostatit və xroniki prostatitin keskinləşməsi zamanı müalicə antibiotiklər və iltihab əleyhinə dərmanlar aparılır. Əgər sidik ifrazında çətinlik varsa, alfa adenoblokatlarda əlavə olunur. Hamısı bunlar həkim tərəfindən təyin olunur. Kroniki prostatit sakit dövrdə isə yalnız xəstənin şikayətlərinə və yanaşı gedən xəstəliklərə uyğun olaraq müalicə edilir. Əgər heç bir şikayət yoxdursa, o zaman sadəcə müşahidə kifayətdir, əgər bəzi qaydalara əməl etsəniz. Malumdur ki, kroniki prostatitin yaranma səbəblərinin biri çanaqda qan durğunluğu və bunun qabağını almaq üçün müntəzəm olaraq idman, əsasən kegel məşqi və həyat yoldaşınızla yaxınlıq həftədə ən azı 3-4 dəfə. Və eyni zamanda kroniki prostatitin keskinleşmesinin sebepleri alkol, adviyatlı yemek ve soyuq dayma. O yüzden bunlardan özünü korumalısınız.